طيب bismillah. هذه Pul حوالات köçürmeleri hakkında الأموال danışır وهي Şeyh على Seman. نوعين. Bank pul النوع köçürmeleri. الأول أن تتضمن مصارفة أو Birinci növ, deməli bu bankdan pul köçürmələr, bank vasitəsilə pul köçürmələr iki növdür. Valyuta mübadiləsi olan, bir də valyuta mübadiləsi olmayan. Yəni birisi ölkə xaricindən məsələn dollarla göndərir, amma bu ölkədə onu yerli valyutada götürürlər. Məsələn manatla götürürlər və ya yerli ölkənin valyutasında. Bir də var, daha rahatından başlayaq deyir şeyx. Eyni valyutada göndərilir. Məsələn, göndərdiyi ölkə ilə göndərilən ölkə, kim ki pulu qəbul edəcək, hər ikisinin valyutası eynidir və o valyutada çatdıracaq. Bu rahatdır. أبدأ بالنوع الأول الأخف ألا تتضمن مصارفة Bu daha وإنما yüngüldür. يكون تحويل المال بنفس العملة. Burada valyuta mübadiləsi yoxdur. Sadəcə eyni valyuta göndərilir. فيعطيه مثلا 1000 دينار ليوصلها إلى ابنه في بلد آخر. Məsələn 1000 dinar verir ki ölkədəki oğluna da 1000 dinar çatdırsınlar. Xarici ölkədən 1000 dinar verir ki ölkədəki oğluna 1000 dinar çatdırsınlar. Pulu köçürsünlər ora. بالدنانير أو يسلمه 1000 دولار ليوصلها إلى ابنه في بلد آخر بالدولارات. Ya da ki 1000 dollar verir ki başqa ölkədəki oğluna 1000 dollar çatdırsın. Yəni heç bir valyuta mübadiləsi olmayacaq. Dollar verir və dollarda çatdırmasını istəyir. أو يعطيه 1000 ريال ليوصلها إلى ابنه في بلد آخر بالريالات. Ya da məsələn 1000 riyal verir ki onu başqa ölkədəki oğluna 1000 riyal kimi çatdırsın. وهذا جائز ويجوز أن يأخذ أجرة. Bu icazəlidir və buna görə əmək haqqı, zəhmət haqqı da almaq olar. Servis pulu deyirlər və ya zəhmət haqqı deyirlər. وهذا ما في إشكال. Burada bir işgal, bir problem yoxdur. والحالة الثانية أن İkinci isə يتضمن صرفا. ikinci növ isə odur ki, valyuta mübadiləsi var. بأن يعطيه عملة ثم يقوم المحول بصرفها إلى عملة أخرى. Bu buna pul verir hər hansı bir valyutada. Sonra həmin o pulu deməli köçürən onu yerli valyutaya çevirir ويحولها إلى بلد آخر. və başqa ölkəyə deməli göndərir. Artıq pulu çevirib göndərir. فعندنا هنا حوالة وصرف. Deməli bizdə burada iki məsələ var. Pul köçürməsi, bir də pul mübadiləsi, valyuta mübadiləsi. Yəni bu mübadilə, yəni dolları manata çevirmək, dolları məsələn reala çevirmək, liraya çevirmək, rublə çevirmək. والإشكال في الصرف فإن المعلومة Burada problem həmin o valyuta mübadiləsindədir. أنه يشترط في الصرف التقابض في مجلس العقد. Çünki məlumdur ki, valyuta mübadiləsində şərt qoyulur. Şərt odur ki, deməli həmin o valyuta mübadiləsi məclisində bir-birlərindən təslim alsınlar. Kim ki çevirmək istəyir, verdi, əvəzində də aldı. Bir-birlərindən aldı, verdi, əldən ələ olmalıdır. Həmin məclisdə məsələ bitməlidir. وأنه لا يجوز الانصراف وفي الذمة شيء. Yox, birisi pulu verir, amma məclis hələ bitməmişdən dağılışırlar və onun zimməsində nəsə bir məbləğ qalır. Bu cür olmamalıdır, bu icazəli deyil. Tam hər iki tərəf bir-birlərinə əldən ələ. Alasını almalıdır, verəsini verməlidir və bununla da məsələ bitməlidir. Ayrılmamışdan qabaq. وهنا إما أن يتم التقابض في مجلس العقد فيكون ذلك جائزا. Burada deməli ya həqiqətən də alış-veriş bir məclisdə bitir və icazəli olur belə. وصورة هذا التقابض في صورتين. İcazəli formasından danışır. İki halı var deyir. الصورة الأولى Birinci أن hal تكون الحوالة سريعة وهو النظام الذي تقوم فيه الشركة بالتحويل بطريق الحاسب الآلي. Birinci icazəli odur ki, göndərmə sürətli şəkildə olsun.
kompüter vasıtasıyla, internet vasıtasıyla. فبمجرد ما يسلم المبلغ إلى الفرع يدخل في نظام الحاسب الآلي للشركة في المدينة المحددة. Buradan mesela hansı bir şirkət hansı ki pulu çatdıracaq. Pulu alan kimi artıq həmin o xarici ölkədəki filialında o pul görünür. Sürətlə. يعني مثلا Avtomatik deyək. أعطاه هنا في المدينة على ريالات على أن يحولها بالجنيهات المصرية إلى فرع في القاهرة. Burada məsələn deyir Mədinədə, Səudiyyə Ərəbistanında riallar verir həmin o köçürücü şirkətə ki onu Misirdə Misir cüneyhləri kimi Qahirədəki həmin o filiala çatsın. Burada rial verir, Saudiyanın valyutasıdır rial, cüneyh məsələn Misirin valyutasıdır. Burada riallar verir ona, həmin o şərikə rialları götürür şirkət, həmin exchange şirkəti, çatdırma şirkəti rialları götürür, sonra məsəl üçün onu Misirdə, Qahirədə cüneyh formasında kimə çatdırmaq lazımsa çatdırır, verir. Lakin bu sürətli şəkildə olur. Buradan rial alan kimi orada Qahirədə cüneyhlər görünür. بمجرد ما يستلم النقود ويدخلها في الجهاز تخرج في الحاسب الآلي في القاهرة. Pulu götürən kimi, buradakı əməkdaş pulu götürür və cihaza daxil edən kimi məbləği bunların Misirdəki filialında, nümayəndəliyində artıq kompüterdə həmin məbləğ görünür ki, filan kəsə filan qədər cüneyh çatmalıdır. بحيث أنه لو كان الشخص المعني بالحوالة قائما عندهم لصرف له فورا. Yəni ki, bu mənası odur ki, əgər həmin vaxt filialda bu göndərdiyi adamın oğlu falan olsaydı ki, kimsə pulu götürəsə adam, həmin an verə bilərlər ona. Buradan real verən kimi həmin anda Misirdən cüneyh verə bilirlər. Bu cür şirkət işləyir. Yəni sürətli şəkildə baş verir həmin o pul köçürməsi və pul mübadiləsi. فهذا جائز Bu icazədir. لأن التقابض حاصل فيها بالفعل أو القوة. بالفعل Çünki burada təqabud, təslim alma hasıl olur feillə və qüvvə ilə. يعني فعلا يستطيع يقبض الآن. Feillə, yəni həqiqətən də hal-hazırda götürə bilər pulu qarşı tərəf. وبالقوة يقدر أن يقبض. ولا Və qüvvət cəhətdən də yəni qadirdir onu götürməyə. لكن الأحوط أن يرتب مع من يريد أن يحول له المال بحيث يكون في الفرع وقت التحويل. Lakin daha ehtiyatlısı odur ki, daha yaxşısı odur ki, kimə ki pul göndərəsidirsə, onunla qabaqcadan danışsın ki, pul göndərdiyi momentdə, pul göndərdiyi an, o da məsələn qarşı tərəfdə filialda olsun. فإذا حول اتصل عليه بالهاتف قال حولت مباشرة يقول للموظف فيه مبلغ باسمي فيقبض فورا قبل أن يخرج هذا من هذا المجلس. Deməli, buradan pul göndərən kimdir ki, mən göndərdim. Sonra o da həmin o qarşı ölkədəki, başqa ölkədəki filialda olan şəxs, həmin ölkədəki filialdakı nümayəndə deyir ki, mənə bu qədər pul çatıb və pulu götürür. Yəni bu da burada filialdadır, o birisi də o birisi ölkədə filialdadır. Hər ikisi məclisdədirlər və bu göndərənlə götürən eyni vaxtda baş verir. Sanki eyni məclisdə olur. فهذا أحوط. Bu daha ehtiyatlı növüdür. الصورة الثانية İkinci أن növ يكون isə لكل من الطرفين وكيل في البلد. hər iki tərəfin həm göndərən ölkədə, həm də çatan ölkədə vəkili olsun, nümayəndəsi. الذي لا يكون فيه الطرف هذا يعني وكيل في البلد الذي لا يكون فيه الطرف هذا. فهذا أحوط. والصورة الثانية أن يكون لكل من الطرفين وكيل في البلد الذي لا nümayəndəsi olsun. يكون فيه الطرف هذا يعني أنا المحول ولدي في المدينة الأخرى هو وكيلي في القبض. Məsəl üçün mən pul göndərənəm və mənim başqa ölkədəki oğlum pulu götürəsi adamdır. التاجر الذي أحول لي وكيل في تلك المدينة ونرتب المجلس هكذا فأنا أقول لولدي في تلك المدينة أنا التاجر الذي أحول لي وكيل في تلك المدينة ونرتب المجلس هكذا فأنا أقول لولدي تلتقي بفلان الساعة الفلانية.
Mən tacirəm və mənim nümayəndəm, oğlum da başqa ölkədədir. Ona pul göndərirəm. Və oğluma deyirəm ki, filan saatda filan kəslə görüş. O sənə pul verəcək. وفي نفس الساعة أنا ألتقي بالتاجر هناك. Daha doğrusu mən ticarətçi deyirəm, deyir. Həmin o ticarətçi kim ki o pul göndərməklə məşğuldur. Mən ondan burada görüşürəm filan saatda. Və oğluma da deyirəm ki, nümayəndəmə deyirəm ki, sən də filan kəslə həmin saatda görüş oradan. Öz ölkəndə görüş. Həmin bu ticarətçi ki var, pul köçürmələri ilə məşğuldur. Onun nümayəndəsi ilə görüş. Oğluma deyirəm ki, get onun nümayəndəsi ilə görüş. Ki anında götürsün pulu. فأنا أعطي التاجر النقود بالعملة عملة البلد هناك. Mən burada öz olduğum ölkənin valyutasından pul verirəm həmin o ticarətçiyə. ثم التاجر يتصل على وكيله ويقول أعطي ولد فلان مبلغ كذا بالريالات فيقوم بإعطائه. Və mən pulu verdim həmin o adama, hansı ki pul köçürmələrlə məşğuldur. Və o da zəng elədi öz nümayəndəsinə, hansı ki mənim oğlumun yanındadır. Oğlum gedib o yana. Deyir ki, filan kəsin oğluna filan qədər məbləğ ver. Çünki mən onun atasından filan qədər $1000 götürdüm. Sən də onun oğluna məsələn $1000 nə qədər cüneyh eləyirsə və ya yerli valyutada nə qədər pul eləyirsə o qədər pul ver. نحن هناك في المجلس وهما في المجلس. Biz burada bir yerdə bir məclisdəyik. Onun nümayəndəsi ilə mənim oğlum da bir yerdə bir məclisdədir. ثم ننصرف وليس في الذمة شيء. Və beləcə də mən pulu göndərdim. O da zəng elədi öz nümayəndəsinə ki, ver oğluma o pulu. Vəssalam, mən burada məsələni bitirdim. Onlar da orada bitirdilər. Heç kimə heç nə borclu qalmadı. Məsələ tamamlandı eyni məclisdə. فهذا جائز. Bu لأن icazəlidir. التقابض قد حصل. Bu icazəlidir çünki həmin o hamıya verdi. Heç kimə borclu qalmadı. Əldən ələ baş tutdu. يبقى الإشكال في التحويل عن طريق المصارف من غير أن يكون فوريا سريعا فيأخذ. Problem o məsələdədir ki, bank vasitəsilə köçürmək. O vaxt ki, pul birbaşa çatmır. يوما أو يومين حتى يصل. Bir gün, 2 gündən sonra çatır. Mən burada pul göndərirəm, məsələn dollarla və bank onu yerli valyuta ilə mənim ölkəmdə verəcək oğluma, amma eyni anda eləmir. Bir gün, 2 gün sonra verir. Burada iki forma var. Birinci hal odur ki, أن يعطى المحول شيكا معتمدا من البنك بالعملة التي سيحول بها يوقع عليها المدير وآخر ويعطى للمحول ثم المحول يأخذها ويرسلها إلى أهله وأهله يذهبون إلى البنك ويصرفون بهذا الشيك. هذا ما في إشكال لأن قبض الشيك قبض فما دام أنه قبض منه في المجلس deməli, birinci hal odur ki, düzdür soruşuqdur ki, indi deyəsən bu yoxdur, amma əvvəl olubdur. Pul ki göndərdi bank vasitəsilə öz ailəsinə. Bank da ona çek verirdi. Çek verir. Həmin çek pul əvəz edici çekdir. Yəni maddi qüvvəsi olan bir çekdir. Ona pul verir, banka verəndən sonra bank buna çek verir və bu da həmin çeki göndərir öz ailəsinə. Və həmin çek vasitəsilə də ailəsi gedib məsələn pulu çıxara bilər yerli bankda. Və burada bir problem yoxdur. الشيك قبض البنك ويصرفون بهذا الشيك ويرسلها إلى أهله وأهله يذهبون إلى البنك ويصرفون بهذا الشيك. هذا ما في إشكال لأن قبض الشيك قبض. Çünki çeki almaq, yəni ki, həmin o pul əvəz edici çeki almaq, o da pul almaq kimi bir şeydir. فما دام أنه قبض منه في المجلس بالعملة التي سيحول بها هذا الشيك فقد حصل القبض حتى لو تأخر استلام أولئك للمبلغ. Çünki bu dolları verdi, bu pulu verdi və hansı valyutada çevrilmək lazım etsə, o valyutada çevirib buna çek veriblər. Həmin nə qədər miqdar olacaq, nə qədər valyutada oldu, həmin o çevirmək istədiyi valyutanın çekini veriblər. Onda bu da deyir sayılır. Və çek deyəndə indiki adi çeklər yox, pul dəyər olan bank çeki qəsd olunur. İndi yox deyəsən şeyx deyir, indi elə şeylər yoxdur. Bizən nə deyirəm ki, bu ləğv olunur. Əvvəl əməl olunurdu. Bildiyim qədərilə indi yoxdur. Bilmirəm deyir, var yoxsa yox. Amma mən zənn edirəm ki, bizim ölkəmizdə bu ləğv olunur. İkinci forma
İkinci forma isə çek yox, çatma haqqında bildiriş verilir. لأنه دفع كذا ريال وقيمتها كذا دولار مثلا أو كذا دينار باسم محولة باسم فلان كذا. Bildiriş verilir ki, həqiqətən də biz səndən 1000 dollar, indi şeyx başqa valyutalar çəkir. Deyir ki, biz səndən dollar aldıq, bank deyir. Sənə bildiriş verir ki, biz səndən məsələn 1000 dollar, filan qədər dollar aldıq və bu da sənin valyutanda, sənin ölkəndə filan qədər dinar eləyir və ya filan qədər bizim dilləncə filan manat eləyir. Bu bildiriş verilir sənə. Yəni heç bir qiyməti, maddi qiyməti dəyəri olmayan bir kağız verilir, sadəcə bildiriş. وهذا مجرد إيصال فهذا محل إشكال لأن Bu bir problemidir. الإيصال توثيق وليس له أي قيمة مالية. Çünki bu bildiriş, bu sənəd, bu sadəcə məlumat üçün verilir sənə. Bu kağızın özünün bir maddi qiyməti yoxdur. ليس له أي قيمة مالية وإنما هو توثيق حق. نعم لو ما وصلت يستطيع أن يراجع به ويطالب به لكن ليست له أي قيمة مالية فلا أثر له في القبض. Düzdür, deyir. Həmin gələcəkdən isə problem olsa, pul köçürməsi çatmasa, həmin o sənəd vasitəsilə gedib müraciət edə bilər, məsələ qaldıra bilər. Amma bu sənədin özünün maddi bir pul əvəz edici kimi dəyəri varmı? Xeyr, bunun maddi bir dəyəri yoxdur. Ona görə də yəni sayılmır. الذي أفتي به أن هذا لا يجوز. Ona görə də mən belə fətva verirəm ki, bu məsələdə ki, bu icazəli deyil. الحوالات بالعملات المختلفة عما يتم فيه الدفع التي تتأخر يوما أو يومين أو نحو ذلك لا تجوز في هذه الصورة. Yəni bu formada əgər bu pulu göndərəndə bank vasitəsilə bank onu bir gün, 2 gün sonra çatdırırsa, bu artıq icazəli deyil. Vallahu aləm. Düzdür, Allah bilir. Allah Teala şeyxi qorusun və bütün alimləri, elm əhlini qorusun, onlara bərəkət versin. Onların elmlərindən faydalanmağı bizə müvəffəq eləsin. İxlasla, doğru fəhmlə, sələf-i salihin fəhmi ilə. Əmin.